Bugün keçirilən güvən imtahanında istifadə olunan bir məsələ həllinə diqqətinizə çatdırmaq istəyirəm. Demək, məsələ fotosintezlə bağlı məsələdir. Öncə məsələ ilə tanış olaq. Deyir, ağacın ümumi yarpaq sahəsi 30 kvadrat metrdir. Gün ərzində fotosintez 12 saat davam edirsə, bu bitkidə 1 sutkada neçə qram qlükoza sintez olunduğunu hesablayın. Yarpaqların və mütərəddid bizə əlavə qeyd kimi verir ki, yarpaqların 1/3 hissəsi kölgədədir. Və onların, bu hissədə məhsuldarlığı bərabərdir 50%-ə. Demək, biz bilməliyik ki, fotosintezin məhsuldarlıq düsturu var. Bu düstura əsasən M bərabərdir S vurulsun T. Yəni 1 saat ərzində 1 kvadrat metr yarpaq sahəsində 1 qram üzüm maddə sintez olunacaqdır. Amma bizdə yarpaq sahəsi 30 kvadrat metrdir və bunun 1/3 hissəsi kölgədədir. Öncə biz tapaq ki, 30 kvadrat metrin hansı hissəsi kölgədədir? Bu da bizə bərabərdir 10 kvadrat metr kölgədə olmuş olacaq. Digər tərəfdən 10 kvadrat metri kölgədədirsə, demək bunun 20 kvadrat metri işıqlı hissədə olacaq. Və biz bu sahələrdə məhsuldarlıq düsturunu ayrı-ayrı tətbiq etməliyik. Deməli, ilk olaraq tapaq işıqlı sahədə nə qədər üzüm maddə əmələ gələcək. Bunun üçün 20 kvadrat metr vurulsun 12 saatdır bizdə T. 12 saat, bu da bərabərdir 240 qram üzüm maddə. Digər tərəfdən kölgəli hissəyə nəzər yetirək. Burada yarpaq səthinin sahəsi 10 kvadrat metrdir və yenə də 12 saat müddətində fotosintez prosesi gedib. Burada 120 qram qlükoz əmələ gəlməli idi. Lakin bizə məsələdə verir ki, 50%-dir məhsuldarlıq. Deməli, 120-nin yarısı qədər, yəni 50%-i qədər qlükoza əmələ gəlmiş olacaq. Bu da 60 qrama bərabərdir. Yekun olaraq nə qədər qlükoza əmələ gəldiyini hesablasaq, bu ikisini toplamağımız lazımdır. 240 üzərinə gəlsin 60 qram. Bu da bizə verəcək 300 qram. Yəni doğru cavab B variantı olmuş olacaq.